Yaxından gələrək növbəti detallı müayinəmizdir, amma bu arada cinsiyyətin detayını görürsünüz. Oğlan onda necə qəşəng, rahat görürsən. Bu 100 yox, 101% oğlandır. Oğlan cinsli fetusumuzdur. Buna belə ayağın arasından da baxın. Prosta ayaqların klasikədir baba. Burada bax. Görürsünüz, cinsi oğlan. Malçik. Bu bebeğimizdən öncəki hamiləliyində xanımda spina bifida aşkarlamışdıq. Bizə gec gəlmişdi, gec vakada aşkarlamışdıq. Yaxşı ki, yenə də gəlib çıxmışdı, görmüşdük. İndi bunda söz verib ki, tez gələcək, vaxtında gələcək. İnşallah bu uşaq sağlamdır artıq. Yəni biz hər hansı bir marker görmədik. Nə dalına şübhə yoxdur, nə spina bifidası yoxdur. Onurğası görürsünüz tərtəmiz. Bundan öncəki hamiləliyində spina bifida var idi uşağın onurğasında. Bundan iraq olsun, uzaq olsun. Kistik törəmə var idi. Onu süni doğuşdan aldırdıq. İnşallah bu sağ-salamat gələcək. Özü deyir ki, yuxumda gördüm ki, doktor deyir ki, bu dəfəki sağlamdır və elə də dedik. Canımın içi, sağ-salamat gəlsin. Konsultasını necə görsəm, bilmirsən.